Anım günü ilə bağlı xüsusi buraxılışımız davam edir və bir xəbəri diqqətinizə çatdırım. Türkiyənin Xarici İşlər Nazirliyi 27 sentyabr şəhidlərin anım günü ilə əlaqədar X hesabında paylaşım edib. Paylaşımda deyilir, Qarabağ uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarını rəhmətlə yad edirik. İnanırıq ki, davamlı sülhə doğru atılan tarixi addımlar bölgəmizdə bu fədakarlıqların irsi üzərində qurulmuş sülh və rifahı təmin edəcək. Bir millət, iki dövlət devizi ilə şəhidlərimizin müqəddəs irsi hər zaman qəlbimizdə yaşayacaq. Hazırda biz bağlanırıq Zəfər Parkına. Zəfər Parkına insan axını davam edir və Vəfa Həmzəyeva Zəfər Parkından ən son xəbərləri çatdıracaq. Vəfa, eşidirik sizi, buyurun. Hər vaxtınız xeyir. Zəfər Parkından sizi salamlayırıq və səhər saatlarından bura dövlət və hökumət rəsmiləri eyni zamanda sadə vətəndaşlar, uşaqdan böyüyə hər kəs üz tutur. Hazırda da Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti Zəfər Parkına gəliblər və onlar Zəfər Parkında şəhidlərimizin ruhunu anmaq üçün qəhrəmanlarımıza öz borcunu yerinə yetirmək üçün bura gəliblər və Dövlət Sərhəd Xidmətinin rəisi hazırda keçid edir Elçin Quliyev və bir neçə dəqiqə bundan əvvəl Azərbaycanın baş prokuroru Kamran Əliyev də bura gəlmişdi və eyni zamanda baş prokurorluğun heyəti də Zəfər Parkına üz tutmuşdu. Bir daha vurğulamaq istəyirəm ki, səhər saatlarından artıq bura həm dövlət, həm hökumət rəsmilərinin gəlişi başlayıb. Səhər saatlarından demək olar ki, bütün qurumların rəhbərləri, eyni zamanda şəxsi heyətləri bura gəlirlər və daha sonra isə küləkli havadır bugün. Amma hər kəs qəhrəmanlarımız öz borcunu yerinə yetirmək üçün bura gəlir. Bir daha vurğulayım ki, 27 sentyabr Azərbaycanda anım günüdür və biz artıq vətən müharibəsinin, 44 günlük vətən müharibəsinin başa çatmasından 5 il keçməsini biz bugün anırıq. Çünki 44 günlük vətən müharibəsi Azərbaycan xalqının, Azərbaycan dövlətinin tarixində, həyatında önəmli yer tutdu və məhz bu tarixdə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu əks-hücum əməliyyatı başladı. Bir-bir ard-arda torpaqlarımızı işğaldan azad etdi. Həmin günlərdə Prezident İlham Əliyevin dilindən səslənən həmin o azad oldu, filan kənd azad oldu və yaxud da filan şəhər azad oldu kəlmələrini Azərbaycan xalqı çox səbirsizliklə gözləyirdi. Eyni zamanda Prezident İlham Əliyevin tweetlərinə də önəm vermək istəyirəm ki, bax o tweetləri də Azərbaycan xalqı gözləyirdi və həmin o tarixdən, həmin o şanlı 44 gündən bugün 5 il ötür. Bugün bizim Qarabağımız abadlaşır, bizim Qarabağımız gözəlləşir. Orada 24 saat abadlıq quruculuq işləri həyata keçirilir və hazırda biz bax 27 sentyabr 2025-ci ildəyik, amma bu tarixi unutmamışıq, unutmayacaq. Allah şəhidlərimizə bir daha rəhmət eləsin. Səfərlər davam edir, ziyarətlər davam edir. Saat 12-də sükut olacaq və biz qəhrəmanlarımızı, şəhidlərimizi bir dəqiqəlik sükutla bütün ölkə ərazisində anacağıq. Hadisə yerindən məlumatları ötürməyə isə davam edəcəyik. Edirəm Vəfa, ətraflı məlumat verdiyiniz üçün. Xatırladım ki, bizimlə birbaşa bağlantıda Zəfər Parkından Vəfa Həmzəyeva idi. Səhər saatlarından artıq Zəfər Parkına ziyarətlər başlayıb. İstər hökumət və dövlət nümayəndələri, istərsə də sadə vətəndaşlar Zəfər Parkına gələrək 44 günlük vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsini yad edirlər. Az sonra, yəni təxminən saat 12 tamamda isə bütün ölkə ərazisində bir dəqiqalıq sükutla şəhidlərimizi yad edəcəyik. Studiyamızın qonağı isə millət vəkili Ceyhun Məmmədovdur. Biz onunla
Ümumiyyətlə 44 günlük vətən müharibəsini, müharibədən sonra Azərbaycanın regiondakı mövqeyinin necə dəyişməsini və ümumi hadisələri müzakirə edəcəyik. Ceyhun müəllim, xoş gəlmişsiniz. Gördük. Ceyhun müəllim, ilk əvvəl istəyirəm ondan başlayaq ki, 27 sentyabr gününü, yəni 5 il bundan əvvələ qayıdaq. Necə xatırlayırsınız? Bəli, əslində həmin dövr Cənab Prezidentin sərəncamına əsasən bugün olaraq anım günü kimi qeyd olunur. Və həm də biz qeyd edə bilərik ki, 27 sentyabr Azərbaycan tarixində yeni bir səhifənin başlanğıcıdır. Yəni biz bir tərəfdən itirdiyimiz şəhidlərimizə görə üzülürük, digər tərəfdən isə həmin dövrdə Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın qəhrəman vətən övladlarının göstərdikləri şücaəti xatırlayırıq. 2020-ci ilə qədər Azərbaycan xalqı məğlub xalq idi. Azərbaycanın torpaqları işğal olunmuşdu və bizə davamlı olaraq deyilirdi ki, siz müharibə edə bilməzsiniz və siz işğalla barışmalısınız və eyni zamanda Azərbaycan ciddi bir şəkildə ikili standartlarla və ədalətsizliklə üz-üzə idi. Və bir neçə gün bundan əvvəl Cənab Prezident o mötəbər kürsüdəki çıxışında da bu məsələyə toxundu. Artıq başqa yol yox idi. Ermənilər yeni işğala hazırlaşırdılar. Bildiyiniz kimi Ermənistanın keçmiş müdafiə naziri açıq-aydın mesaj verdi ki, biz yeni torpaqları işğal edəcəyik. Və onların da bu prosesdə məqsədi yeni torpaqları əldə etməkdir. Və qeyd olunduğu kimi Cənab Prezidentin tapşırığına əsasən Azərbaycan ordusu tam hazırlıq vəziyyətinə gətirilərək bütövlükdə işğalın qarşısını almaq üçün addımlar atmağa başladı. Çünki biz görürdük ki, Ermənistan sülh barədə deyil, daha çox imitasiya ilə məşğuldur və daha çox prosesləri uzadaraq münaqişəni dondurmağa və eyni zamanda yeni torpaqları işğal etməyə çalışır. Çünki ondan əvvəl də biz iyul hadisələrini yaxşı xatırlayırıq. Yəni, hücum edildi və onların müəyyən bir hədəfləri və məqsədləri vardı. Və Azərbaycan ordusu torpaqlarını azad etdi və eyni zamanda biz xalqımızın yüksək birliyini və həmrəyliyini müşahidə etdik. Bilirsiniz, burada çox önəmli məqamlar var. Məsələn, dünyanın ən böyük dövlətləri belə proqnozlaşdıra bilməmişdilər ki, Azərbaycanın qarşıdakı hədəfi və məqsədi nədir? Dəfələrlə Cənab Prezident bu məsələyə toxunanda vurğulamışdı ki, biz bu işlərə hazırlaşırdıq. Yəni, bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu, ordu yaradıldı və Cənab Prezidentin rəhbərliyi ilə bizim ordumuz bu torpaqları azad etdi və biz bugün qalib xalqıq. Bugün baxın, dünyada 183 münaqişənin olduğu deyilir. Azərbaycandan başqa torpağını azad edən, öz suverenliyini, müstəqilliyini tam təmin edə biləcək ikinci bir ölkə yoxdur. Çünki biz ətrafımıza da baxanda bu prosesləri görürük. Və o mənada biz həmin dövrdə şəhid olan qəhrəman vətən övladlarını qürurla anırıq, onlara rəhmət diləyirik və eyni zamanda bugün sevinirik ki, biz Cənab Prezidentin rəhbərliyi ilə Müzəffər Ali Baş Komandanın həyata keçirdiyi siyasət nəticəsində qalib xalqın nümayəndələriyik və bugün biz dünyada qürurla gəzirik və bütün dünya Azərbaycanla danışır. 44 günlük vətən müharibəsi regionda təhlükəsizlik arxitekturası necə formalaşdırdı? Bəli, əslində bu mövzudan danışarkən baxın, çox fikir söyləmək olar, amma bir fikri xüsusi qeyd edək ki, Azərbaycan dünyanı bütövlükdə bir erməni bəlasından xilas etdi. Regionumuzu bu bəladan xilas etdi. Baxın, ermənilərin bu utopik ərazi iddiaları, böyük Ermənistan xulyası yalnız Azərbaycanla məhdudlaşmırdı. Onların Türkiyə iddiası var idi, onların Gürcüstana iddiası var idi, Rusiya ilə belə onların müəyyən iddiaları vardı və onlar bu xam xəyalları quraraq, planları quraraq Azərbaycanı işğal etmək, Türkiyə ərazilərini işğal etmək, hətta qeyd etdiyimiz kimi Gürcüstanda belə öz məkirli planlarını və niyyətlərini həyata keçirməyə çalışırdılar. Azərbaycan bax bu şovinizmə, bax bu bölgəmizi təhdid edən bu düşüncələrə qarşı öz mövqeyini sərgilədi və bütövlükdə bölgəmizi və dünyamızı
bu xəstəlikdən xilas etdi. Baxın, bu uzun bir prosesdir. Azərbaycan həm də Ermənistanın Türkiyə ilə bağlı iddialarına son qoydu. Son günlər biz görürük ki, Ağrı dağı ilə bağlı rəmzi onlar öz demək möhürlərindən digər rəmzlər sırasından çıxarılır. Hətta Paşinyanın bilirsiniz ki, bu yaxınlarda bir açıqlaması da oldu. Yəni Ermənistan anladı ki... Hansını deyirsiniz o Ağrı dağının Türkiyə ərazisində olmasını belə? O çox maraqlı bir dialoq idi. Yəni hətta əslində çox da dərin məzmunlu bir dialoq idi ki, bu adamlar bilmirlər ki, bu dağ harda yerləşir və deyirlər ki, bu erməni dağıdır, ən uca dağdır. Çünki bu həmən bax o dediyimiz təbliğatın nəticəsi idi ki, uzun illərdir o təbliğatı aparırdılar və artıq onlar anladılar ki, bu mümkün deyil. Bütövlükdə bölgəmizdə münaqişəyə son qoyuldu. Baxın, mən burada bir çox məqamları qeyd edə bilərəm. Biz hər gün səhərimizi, sizin kanal olsun, digər kanallarımız bəzən şəhid xəbərləri ilə açırdıq. Eyni zamanda yaralı vətəndaşlarımızın olması ilə bağlı acı xəbərləri alırdıq. Artıq müharibə yoxdur. Artıq bölgəmizə sülh gəlir. Düzdür, Ermənistan bunu istəməsə də dəmir yumruq, cənab prezidentin siyasəti Ermənistanı məcbur etdi buna. Baxın, Ermənistan gəlib oturmuşdu Füzulidə, Cəbrayılda. Bugün ermənilər hardadılar? Bugün ermənilər tamamilə çıxarılıb özlərinin hazırda oturduqları coğrafi əraziyə kimi uzaqlaşdırılıblar burada. Və bugün bölgənin inkişafı üçün sülh çox önəmlidir və əməkdaşlıq çox önəmlidir. Yəni, bu bölgədə təhlükəsizlik olmalıdır ki, biz də öz təhlükəsizliyimizi təmin edə bilək. Və bütövlükdə bax, bu addımlar, bu məsələlər regionda təhlükəsizliyi təmin etdi, sülhü gətirdi. Hazırki dövrdə, yəni yenə mən qayıdıram, bir neçə gün bundan əvvəl Paşinyanın bir fikri olmuşdu ki, biz kimlə müharibə edirik? Bizim müttəfiqlərimiz kimdir? Biz əgər çalışsaq ki, silahlanaq, yəni biz Azərbaycanla heç zaman barışmayacaq. Bu artıq bir reallıqdır və bu Ermənistanın da anladığı və qəbul etdiyi bir həqiqətdir. Ceyhun müəllim, Vətən müharibəsinin nəticələri Azərbaycan cəmiyyətində milli həmrəyliyə necə təsir etdi ümumiyyətlə? Mən hesab edirəm, bu müharibənin çox ciddi təsirləri oldu. Yəni, həm regional, həm qlobal anlamda. Amma bu müharibənin ən önəmli cəhətlərindən biri bizim xalq olaraq özümüzü bir də yenidən dərk etməyimiz oldu, tanımağımız oldu. Və eyni zamanda bizim birliyimizi, həmrəyliyimizi daha da gücləndi. Bu müharibədə bir neçə amil ciddi rol oynadı. Biri cənab prezidentin siyasəti, ikinci xalqımızın birliyi, həmrəyliyi. Baxın, o dövrə biz qaydanda o xalqımızın əskərlərə yardım etməsi, hərbi komissarlıqlar qarşısında bizim gənclərimizin necə hamısının biz gedək, döyüşək, hətta yaşlı nəsil belə bu prosesdə fəal iştirak edirdi. Və eyni zamanda təbii ki, bu bizim ümumi düşüncəmizə, şuurumuza da ciddi bir formada təsir etdi. Çünki məğlub olmaq, xüsusilə də özündən asılı olmayaraq məğlubiyyətə məhkum edilmək bu çox ağır hisslərdir. Və o dövrdə hamı narahat idi, gərgin idi, necə olacaq? Və bu bizim ümumi əhval-ruhiyyəmizə, düşüncəmizə, xarici siyasətimizə təsir göstərdi. Azərbaycana dünyada olan etimadatdır, inamatdır. Baxın, bir neçə gün bundan əvvəl cənab prezidentə olan diqqət, Trumpın onun haqqında, xalqımız haqqında böyük xalq, böyük prezident fikirlərini söyləməsi, bütün bunlar nədir? Bunlar bir reallıqdır və həyata keçirilən siyasətin də nəticəsi odur ki, bax, bugün Azərbaycan xalqı bu qələbənin sevincini hələ də yaşayır. Ceyhun müəllim, elə qeyd etdiniz cənab prezidentin Amerika səfərini. BMT-də prezident İlham Əliyevin çıxışını siz də dinlədiniz və oradan faktiki olaraq qələbənin düsturunu cənab prezident izah etdi və hətta bildirdi ki, biz təcrübəmizdən də bölüşə bilərik. Bu çıxışı istəyirəm şərh eləyəsiniz. Əslində hər zaman olduğu ki... Prezidentin ilk bundan əvvəlki çıxışı 5 il bundan əvvələ təsadüf elirdi ki, hansı sonunda hələ müharibə başlamamışdı.
Bəli, əslində bütün çıxışlar kimi bu çıxışlarda çox dərin məzmunlu, çox konseptual və bir çox həqiqətləri özündə əks etdirən bir məsələdir. Baxın, orada başlanğıcda cənab prezident qeyd etdi. Yəni mən bu günə kimi burada münaqişədən bəhs edirdim və üzləşdiyimiz problemlərə toxunurdum, amma bu gün mən qalib xalqın nümayəndəsi kimi münaqişəni həll etmiş bir ölkə rəhbəri kimi sizin qarşınızda çıxış edirəm. Əslində burada bir çox mesajlar var idi və çıxışda da bu qeyd olundu ki, bugün dünyamızın bir çox problemlərinin əsas səbəbi ikili standartlardır, ədalətsizlikdir. Əslində cənab prezident burada həm də o mesajı verirdi ki, əgər siz bu münaqişəni həll etsəydiniz, BMT-nin 4 qətnaməsi təmin olunsaydı və eyni zamanda ATƏT-in Minsk qrupu imitasiya ilə məşğul olmasa, münaqişənin uzadılması ilə məşğul olmasa, bəlkə də bu müharibə olmazdı və bu qədər insan həyatını itirməzdi. Və o mənada bugün Azərbaycan necə qələbəsini təmin etdi? Azərbaycan uzun müddət səbr elədi. Amma biz gördük ki, bizə qarşı münasibət ədalətli deyil və ikili standartlar davam edir və Azərbaycan özü bu 4 qətnaməni tarixdə bir unikal nümunədir ki, təmin etdi və həyata keçirdi və özünün torpaqlarını azad etdi. Və məsələ yalnız bununla bitmədi. Azad etməklə yanaşı onları qurur, bərpa edir. Bu ərazilər minalanıb, bu ərazilərə ermənilər çoxlu sayda mina bastırıblar. Biz nə qədər insan itirmişik. Münaqişə bitsə də münaqişənin nəticələrini bugün Azərbaycan xalqı yaşayır. Və burada eyni zamanda bu məsələlərlə yanaşı Azərbaycanın gələcəyə baxışı, Azərbaycanın inkişafı, Azərbaycanın təkcə özünü düşünməməsi, bu cənab prezidentin siyasətində özünü açıq göstərir. Dünyamızı narahat edən qlobal proseslərə Azərbaycanın yanaşması, Azərbaycanın müstəmləkə siyasəti ilə barışmaması, Fransanın bugün o həyata keçirdiyi siyasətə qarşı öz mövqeyini açıq ortaya qoyması və dünyada baş verən digər proseslərə Azərbaycanın yanaşması. Burada digər bir mühüm məsələ Xəzərdə baş verən bu ekoloji problemə cənab prezidentin dünyanın diqqətini çəkməsi. Bugün baxın, cənab prezident azsaylı liderlərdəndir ki, bu məsələni bütün platformalarda qaldırır və burada ən önəmli bir məsələ isə çıxışın sonunda dünyamızı ədalətə çağırması, həqiqi ədalətə çağırması və dünyamıza sülh arzulamasıdır. Azərbaycanın 2-ci Qarabağ müharibəsinə, Vətən müharibəsində qalibiyyəti digər münaqişə ocaqlarının da bitməsinə, konfliktlərin həll olunmasında bir nümunə ola bilərmi? Əlbəttə ki, bilirsiniz, əslində Azərbaycanın bax bu qələbəsi, bugün Qarabağı yenidən qurması, dirçətməsi unikal bir nümunədir. Yəni bu dünyanın heç bir yerində olmayan bir nümunədir. Bilirsiniz, bugün Azərbaycanın bu qələbəsindən bəhrələnərək öz qələbəsini təmin etmək istəyən ölkələr var. Bugün Azərbaycan modelini tətbiq etmək istəyən ölkələr var. Amma bunun üçün qətiyyətli lider olmalıdır. Bunun üçün cənab prezident kimi gecə-gündüz çalışan, beynəlxalq siyasəti dərindən bilən, xalqını sevən, güclü iradəsi olan bir lider olmalıdır ki, bu olsun. Baxın, əslində həmən bax o dediyimiz dövlətlər bölgəmizi, Azərbaycanı bir cəhənnəmə çevirmək istəyirlər. Azərbaycan çox mürəkkəb bir coğrafi ərazidə yerləşir. Ermənistanın bizə qarşı elan etdiyi müharibədə yalnız Ermənistan fəal deyildi. Digər region dövlətləri də, Azərbaycan bütövlükdə bütün dünya ilə müharibə aparırdı. Baxın, biz müharibəyə başladığımız ilk gündən bütün dünya bizim üstümüzə gəldi. Bax, o 30-a yaxın media cənab prezidentin verdiyi müsahibədə biz jurnalist yox, müstəntiqləri görürdük. Öyrədilmiş, eyni zamanda müxtəlif kəşfiyyat orqanlarına xidmət edən insanların bu fikirlərini və yanaşmalarını görürdük. Azərbaycan bütün istiqamətlərdə müharibə apararaq, mübarizə apararaq bu qələbəni təmin etdi və təbii ki, bugün digər ölkələr də bunu tətbiq etmək istəyirlər, amma qeyd etdiyim kimi bunun üçün
güclü lider olmalıdır, xalq iqtidar birliyi olmalıdır, güclü xarici siyasət olmalıdır. Yəni biz qeyd etdik, Ermənistan məqsədi əlavə torpaqları işğaldır. Amma biz nə etdik? Bunu əksinə çevirərək bütün bu ərazilərimizi azad etdik. Necə fikirləşirsiniz? Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən sonra, yəni ki, proqnozlarınız necədir? Regionda vəziyyət necə olacaq? Mənim heç şübhəm yoxdur ki, bölgəmizə sülh gələcək. Bilirsiniz, burada önəmli məsələ nədir? Biz biraz bundan əvvəl Paşinyanın dediyi fikirlərə istinad etdik. Paşinyan 2020-ci ilə qədər deyildi ki, Qarabağ Ermənistandır. Bu həmən Paşinyandır ki, bugün sülhdən danışır və bugün Paşinyanı sülhə məcbur edən qeyd etdiyimiz Müzəffər Ali Baş Komandanın siyasətidir, atdığı addımlardır və o mənada bugün elə bir siyasət həyata keçirilib ki, Ermənistan anlayır ki, bugün baxın, son günlərə kimi Ermənistan gah özünün müdafiə xərclərini artırır, Hindistandan silah alır, Yunanistandan silah alır, gedib Cənubi Koreyada, Yaponiyada danışıqlar aparmağa çalışırlar. Amma bugün Ermənistan anlayır ki, nə qədər silah alsa da Azərbaycan ordusu ilə müharibə edə bilməz. Bax, əsl qələbə budur. Azərbaycan Cənab Prezidentin rəhbərliyi ilə elə bir müttəfiqlik qurdu ki, Türkiyə ilə, Pakistanla. Paşinyan bunu açıq şəkildə vurğulayır ki, bizim belə müttəfiqlərimiz yoxdur. Və ona görə bugün Ermənistanın bölgəmizi qarışdırmağa, bölgəmizdə yenidən müharibəyə başlamağa çalışması ehtimalı çox azdır. Burada sadəcə bəzi region dövlətləri var ki, onlar münaqişənin bitməyini istəmirlər. Amma mən düşünürəm ki, hazırda Paşinyan da, onun komandası da çalışır və biz inanırıq ki, mütləq şəkildə sülhə nail olacaq və bölgəmizə də kənar müdaxiləyə Azərbaycan qəti şəkildə imkan verməyəcək. Bir məsələyə də istəyirəm ki, toxunasınız. Cənab Prezident öz çıxışında məhz Zəngəzur dəhlizi ifadəsini işlətdi. Bunu istəyirəm şərh eləyəsiniz. Çünki müxtəlif vaxtlarda o dəhlizin adını dəyişiblər, hər bir söz deyir, bunun alınmayacağını deyir, amma bu dəfə ən ali kürsüdən dövlət başçısı Zəngəzur dəhlizi ifadəsini işlətdi. Bizim heç şübhəmiz yox ki, bu dəhliz açılacaq və Qərb Azərbaycanlılar da öz tarixi dədə-baba yurduna qayıdacaqlar. Burada bilirsiniz, bəzən mən baxıram, çox təəssüf ki, bəzi insanlar bu məsələ ətrafında da müəyyən bir müzakirələr apararaq hansısa suallar yaratmağa və insanların beynini qarışdırmağa çalışırlar. Baxın, bu dəhliz bizim üçün Zəngəzur dəhlizidir. Və Cənab Prezident Çində olanda da bu ifadəni işlətdi və məqsədli şəkildə işlətdi. Bu, Azərbaycan üçün bu ərazilər Zəngəzur ərazisidir və biz bu ifadəni işlətmişik. Ən ali kürsüdə də Cənab Prezident bu ifadəni işlədib. Sadəcə burada marşrutdan söhbət gedir, yəni Trumpın adı qoyulan marşrutdan söhbət gedir ki, hətta baxın, yəni Ermənistan rəhbərliyinin də bu məsələyə bir münasibəti oldu və bir etirazı olmadı bu barədə ki, yəni niyə Azərbaycan belə bir fikri söylüyor. Bu Zəngəzur dəhlizidir və bizim üçün hər zaman bu dəhliz Zəngəzur dəhlizi olacaq. Hazır ki, geosiyasi vəziyyətdə belə qərara gəlindi ki, Amerika bu prosesdə iştirak etsin. Yəni o sənədlərdə də Amerika şahid qismində iştirak edir və qarant rolunda da Amerika Birləşmiş Ştatları oynayır. Çünki bilirsiniz, burada Rusiyanın bir marağı vardı, İranın bir marağı vardı, Ermənistan bir yanaşması vardı. Hazırki mərhələdə mən düşünürəm ki, bu məsələyə bir nöqtə qoyuldu. Və biz son vaxtlar o eşitdiyimiz bəzi açıqlamaları o qədər də çox eşitmirik. Düzdür, indi müəyyən məkirli planlar və niyyətlər yenə də var. Hazırki situasiyada ən optimal, ən uyğun variant o idi ki, biz belə bir addımı ataq. Artıq Ermənistan üzərinə bir öhdəlik götürüb və rəsmi bir sənətə imza atıbdır. Əgər Ermənistan bu öhdəliyi yerinə yetirməsə, o bilməlidir ki, o bir hüquqi məsuliyyət daşıyır və bu hüquqi məsuliyyətin də arxasında nə durur? Bunu ermənilər yaxşı bilirlər. Ona görə də bu uğura, bu nailiyyətə yalnız sevinmək lazımdır ki, bax, bu qədər gərgin bir proseslər içərisində, ağır geosiyasi durumda Azərbaycan belə bir addımı atdı və Zəngəzur dəhlizi məsələsini də demək olar ki, həll etdi.
Təşəkkür edirəm Ceyhun müəllim studiyamıza gəlib fikirlərinizi bizimlə bölüşdüyünüz üçün. Xatırladım ki, studiyamızın qonağı millət vəkili Ceyhun Məmmədov idi. Biz onunla birlikdə vətən müharibəsindən keçid anım gününü, vətən müharibəsinin keçdiyi dövrü və həmçinin vətən müharibəsində qalib gələn Azərbaycanın regiondakı mövqeyini müzakirə etdik və bir xəbəri diqqətinizə çatdırmaq istəyirəm. Hərbi memorial məzarlıqda yenidən qurma işləri həyata keçirilib. Jurnalistlərə açıqlamasında bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri, rəisi polkovnik Anar Eyvazov deyib. O bildirib ki, şəhid ailələri və onların xatirələri Prezident İlham Əliyevin, eləcə də birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir. Konstitusiya və suverenlik ili çərçivəsində, eləcə də vətən müharibəsinin 5-ci ildönüm ərəfəsində Ali Baş Komandanın göstərişinə uyğun olaraq hərbi memorial məzarlıq quruculuq, bərpa işləri həyata keçirilir. 2-ci Qarabağ müharibəsi, antiterror əməliyyatı da daxil olmaqla, eləcə də helikopter qəzasında şəhid olmuş hərbi qulluqçuların, vətənə xidmətdə fərqlənmiş zabit və müxtəlif dövlət təltiflərlə təltif edilən mülki şəxslərin dəfn olunduğu bu ərazilərin arasındakı daş hasar aradan qaldırılıb. Qısa bir fasilə veririk, az sonra yenidən xüsusi buraxılışımız davam edəcək.